Salam əziz şagirdlər, bugün 5-ci sinif riyaziyyat kitabının 1-ci hissəsindən səhifə 77, 78 və 79-da olan ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması mövzusunun həm dərsin, həm də ki, sualların izahına bir yerdə baxacağıq. Dərsin izahına keçməmişdən öncə nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Araşdırma və müzakirədə bizə deyir ki, evdən muzeyə qədər məsafə 360 metrdir. Evdən kitabxanaya qədər məsafə həmin məsafənin 3/2 hissəsinə bərabərdir. Evdən kitabxanaya qədər yolun uzunluğu necə tapmaq olar? Bunun üçün 360 metr ədədin hissəsini tapanda ədədi hissə göstərən kəsrə vurmalıyıq. Yəni 360-ı vurmalıyıq 3/2-yə. Burada kəsri vurulma qaydasından istifadə edərək 3 ilə 360-ı ixtisar edək 3-ə bir dəfə. Burada isə düşür 120 dəfə. 120-ni də 2-yə vuranda edəcək 240 kilometr. Deməli, evdən kitabxanaya qədər olan məsafə 240 kilometrdir. Kitabxanadan muzeyə qədər yolun uzunluğu nə qədərdir? Kitabxanadan muzeyə qədər ki, yol tapmaq istəyiriksə, 360-dan 240-ı çıxmalıyıq. Bu da bizə verəcək 120 kilometr. Heykəl, deməli, buradan bura oldu. Buradan bura olan məsafə oldu 240. Buradan bura qədər olan məsafə isə 120 oldu. Heykəl kitabxana ilə muzeyin arasındakı məsafənin tən ortasında yerləşir. Heykəl ilə muzey arasındakı məsafə nə qədərdir? Əgər bu 120-dirsə, 120-ni 2-yə böləcəm, edəcək 60. Deməli, buradan bura düşəcək 60, buradan da bura düşəcək 60. Bu bütün yolun hansı hissəsidir? Bunu necə tapmaq olar? Heykəl ilə muzey arasındakı məsafə bütün yolun nə qədərdir? Heykəl ilə muzey arasındakı məsafə 60-dır. Ümumi yolumuz isə 360-dır. Deməli, 360-dan 60-ıdır. Bunu da ixtisar etsək 60-a. Bu bir dəfə, bu isə 6 dəfə düşər. Deməli, 6-da 1 hissəsidir. Keçək öyrənməyə. Ədədin hissəsinin tapılması. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vurmaq lazımdır. Məsələn, 8 ədədinin 4/3 hissəsini tapmaq istəyiriksə, 8-i biz vurmalıyıq 4/3-ə. 4-ü 4-ə bir dəfə, 8-i 4-ə 2 dəfə, 2-ni 3-ə vururuq, cavab edir 6. Şəkillə göstərsə əgər, burada görürük ki, 4 dənə hissəyə ayrılıb, 8-i bölürük 4-ə edir 2, yəni hər hissəyə 2 düşür. Bizdə də bu 4 dənə hissəsindən 3-ünü istəyir. Yəni, bir hissəmiz 2-dirsə, 3 hissəmizi tapmaq üçün 2-ni 3-ə vurmalıyıq, 6 eləyəcək cavab. Bura eləyəcək 6. Bir ədəd A, başqa bir ədədin B hansı hissəsini təşkil etdiyini tapmaq üçün birinci ədəd ikinciyə bölünür. Məsələn, 6 ədədi 8-in 4/3 hissəsini təşkil edir. 6-nı böləcək 8-ə, ixtisar edəcək 4/3. Bayaqki sualda ki, 60 360-ın hansı hissəsi idi? 60-ı 360-a bölmüşdük. Burada da həmin qaydadan istifadə edəcəyik. Yəni, birinci verilən ədədi ikinci verilən ədədə bölməliyik. Ədədin hissəsini taparkən cavabın doğruluğunu necə yoxlamaq olar? Məsələn, 2-ni burada necə ki 8-in 4/3-ünü tapmışdıq. 8-i bölmüşdük 4-ə, eləmişdik 2 vurmuşduq 3-ə, cavabı almışdıq 6. Burada 6-nı bölürük 3-ə, eləyir 2. Təzədən vururuq bu 4-ə. 4 dənə hissəyə cavab edir 8. Çalışma 1-dəki tapşırıqlarla davam edək. Birinci tapşırıqda deyir ki, təsvirlərə əsasən uyğun hissələri tapmaq üçün vurma əməlinə aid misal yazın və cavabı tapın. 1 metrin 4/3 hissəsi. 1 metrimiz biz bilirik ki 100 santimetrdir.
Gəlin 100 santimetrin 4də 3 hissəsini tapaq. 100-ü vuraq 4də 3-ə. 4 bir dəfə, bu 25 dəfə, 25-i 3-ə vuranda 75. Bunun cavabı edir 75. Təsvirə uyğun isə belə tapmaq olar. 100-ü 4 hissəyə bölürük. 100-ü 4-ə böləndə 25 santimetr düşür. Yəni 25, 25, 25, 25. Bizdə isə 3 dənə 25 lazımdır. Yəni 25 vurulsun 3, bu edir 75. Təsvirlə bu cür tapırıq, amma əsas qaydası 100-ün 4də 3-ə vurulmasıdır. 6 kiloqramın 3də 1 hissəsi. 6 kiloqram görür ki, 3 hissəyə bölünüb. Yəni əsas qayda 6-nı 3də 1-ə vurmalıyıq. 3 3-ə 1 dəfə, 6 3-ə 2 dəfə, bura düşəcək 2. 2, 2, 2. Bizdən də bir dənə hissəsini istəyir. Cavab edir 2. 15 manatın 5də 3 hissəsi. 15-i vururuq 5də 3-ə. 5 5-ə 1 dəfə, 15 5-ə 3 dəfə, 3-ü 3-ə vururuq 9. Bunun cavabı edir 9. Şəkillə necə göstərmək olar? Görürük ki, 1, 2, 3, 4, 5 dənə hissəyə bölür. 15-i bölürəm 5-ə. Cavab edir 3. Deməli, hər hissəyə 3 düşəcək. Bizdən də buradan 3 dənə hissəni istəyir. 3-ü 3-ə vururam, cavab edir 9. Yəni ki, şəkillə də, bu öz bildiyimiz qayda ilə də eləyəndə cavab həmişə doğru alınır. Gəlin, səhifə 78-dəki tapşırıqlarla davam edək. Səhifə 78-də ikinci tapşırıqda cavabın doğruluğunu yoxlayın istəyir bizdən. Hələ buradakı bunun birincisi ilə başlayaq. 25-in 5də 3 hissəsi. 25-i vururuq 5də 3-ə. 5 5-ə 1 dəfə, 25 5-ə 5 dəfə, 5-i 3-ə vuranda 15. 2. 270 vurulsun 9-da 7. 9 9-a 1 dəfə, 270-i 9-a böləndə 30 dəfə, 30-u 7-yə vururuq 210. Üçüncüsü 63 litrin 7də 5 hissəsi. 63-ü vururuq 7də 5-ə. 7 7-yə 1 dəfə, 63 7-yə 9 dəfə, 9-u 5-ə vururuq 45. Dördüncüsü 34-ün 2də 1 hissəsi. 34 vurulsun 2də 1. 2 2-yə 1 dəfə, 34 2-yə 17 dəfə. 17-ni 1-ə vururuq, edir 17. Beşincisi 3 saatın 3də 1 hissəsi. 3 vurulsun 3də 1. 3 3-ə 1 dəfə, 3 3-ə 1 dəfə, 1-i 1-ə vuranda cavab edir 1. 6. 120 kilometrin 4də 3 hissəsi. 4-ü 4-ə 1 dəfə, 120-ni 4-ə böləndə düşür 30 dəfə. 30-u 3-ə vuracaq, cavab edəcək 90. 7-incisi 144-ün 3də 2-si. 144 ilə 3-ü ixtisar etsək, 144-ü 3-ə böləndə edəcək 3 3-ə 1 dəfə, bu edəcək 48 dəfə. 48-i də 2-yə vursam, alınacaq 96. Baxaq 8-cisinə. 6 metrin 4də 1-i. Bu edəcək 4də 6. 2-yə də ixtisar etsək, alaram 2də 3. 9-uncusu 9 tonun 6da 5, 8 tonun 6da 5-i. 8 vurulsun 6da 5. 2-yə bölsəm, bu 3 dəfə düşür, bu da 4 dəfə düşür. Alıram 3də 20 və yaxud da 6 tam 3də 2 alaram. Öyrənmə. Hissəsinə görə ədədin tapılması. Hissəsinə görə ədədi tapmaq üçün verilmiş ədədi hissəni göstərən kəsirə bölmək lazımdır. Məsələn, 4də 3 hissəsi 6 olan ədədi tapmaq olar. Necə tapmaq olar?
Burada artıq hissə əvvəldə gəlir, ədəd sonra gəlir. Yəni hissəsinə görə də tapanda ədədi böləcəksən bu kəsirə. Yəni 6-nı böləcəyik 4-də 3-ə. Kəsirə böləndə də birincinin olduğu kimi saxlayırıq, ikincinin tərsinə vururuq. 3-də 4-ə. 3 3-ə 1 dəfə, 6-nı 3-ə böləndə 2 dəfə. 2-ni 4-ə vururuq, cavab eləyir 8. Üçüncü tapşırıqla davam edəcəyik. Yəni bu qaydaları siz öyrənirsiniz və tapşırıqları bu qaydalara uyğun həll edirsiniz. Üçüncü tapşırıqda bizə deyir ki, 4-də 3 hissəsi 9 olan ədəd. Deməli 9-u bölməliyik 4-də 3-ə. 9-u vuracağıq bunun tərsinə 3-də 4-ə. 3 3-ə 1 dəfə, 9 3-ə 3 dəfə. 3-ü 4-ə vuranda eləyəcək 12. Deməli, sual işarəsinin yerinə 12 yazılmalıdır. Hər hissəyə düşəcək 3, 3, 3, 3. Görürsünüz, 3 dənə 3-ün mənə nə verir? 9 verir. B variantına baxaq. 10-da 7 hissəsi 14 olan ədəd. 14-ü bölürük 10-da 7-yə. 14-ü vururuq 7-də 10-a. 7 7-yə 1 dəfə, 14 7-yə 2 dəfə. 2 10-um eləyir 20. Hər hissəyə də 2 düşəcək. Bu hissələrə 2 düşəcək ki, 7-dən 2 14 versin. Baxaq C variantına. 8-də 3 hissəsi 15 olan ədəd. 15-i bölməliyik 8-də 3-ə. 15-i vururuq 3-də 8-ə. 3 3-ə 1 dəfə, 15 3-ə 5 dəfə. 5-i 8-ə vuracağıq, 40 edəcək. Deməli, ədədimiz 40-a bərabərdir. Hər hissəyə də 5 düşəcək. 3 dənə 5-im 15 verir. Görürsünüz, 15. Səhifə 78-i bitirdik. Səhifə 79-dakı tapşırıqlarla davam edək. Hissəsinə görə kəmiyyətin qiymətini tapın, cavabın doğruluğunu yoxlayın. Yeddidə 3 hissəsi 9 metr olan yolun uzunluğu 21 metrdir. Aha, bildik. Deməli, bu bizə verilmiş misal idi. Dördüncü tapşırığın birincisi ilə baxaq. 4də 1 hissəsi 1 cm olan parçanın uzunluğunu tapın. Deməli, ədədi böləcəyik bu kəsirə. 1-i bölürük 4də 1-ə. Yəni 1-i vururuq 1-də 4-ə. Burada 1-lər ixtisar edir, cavab qalır 4. İkincisi, 5də 2 hissəsi 6 ton olan balinanın kütləsi. Deməli, 6-nı bölməliyik bu 5də 2-yə. 6 bölünsün 5də 2. 6-nı vururuq bunun tərsi 2də 5-ə. 2-ni 2-yə böləndə 1, 6-nı 2-yə böləndə 3. 3-ü 5-ə vuracam, alacam 15. Baxaq 3-cüyə. 3də 1 hissəsi 3 litr olan. Deməli, 3-ü bölməliyik 3də 1-ə. Yəni 3-ü vururuq 1-də 3-ə. 3-ü 3-ə vuranda eləyir 9, 1-ə böləndə də 9 alınır. Baxaq 4-ə. 3də 2 hissəsi 8 olan kəndirin uzunluğu. 8-i bölməliyik 3də 2-yə. 8-i vurmalıyıq 2də 3-ə. 2 2-yə 1 dəfə, 8 2-yə 4 dəfə. 4-ü 3-ə vuranda cavabda alırıq 12. 5-ci tapşırıqla gəlin davam edək. Boş xanaya uyğun ədədi müəyyən edin.
16 metrin 4/3 hissəsinin santimetr ilə neçə santimetrə bərabərdir? 16 metri gəlin birinci 4/3'ünü tapaq. 16'nı vuraq 4/3'ə. 4 4'ə bir dəfə, 16 4'ə 4 dəfə. 4'ü 3'ə vuranda eləyir 12 metr. 12 metrim də 1200 santimetrdir. Baxaq B variantına. 8'də 5 hissəsi 40 litrə bərabər olan akvariumun tutumu neçə litrdir? Burada artıq hissəsinə görə ədədin tapılmasıdır. Deməli, ədədi bölməliyik bu hissəyə. Yəni, 40'ı bölməliyik 8'də 5'ə. 40'ı vururuq 5'də 8'ə. 5'i 5'ə böləndə 1 dəfə, 40'ı 5'ə böləndə 8 dəfə, 8'i də 8'ə vuracaq, 64 litr edəcək. Buraya yazılacaq 64, burada yazılacaq 1200. Baxaq 6-cı tapşırığa. Maşın 120 kilometr yol getdi. Bu məsafə bütün yolun 7/3 hissəsini təşkil edir. Maşın ünvana çatmaq üçün daha neçə kilometr yol getməlidir? Gəlin bütün yolu tapaq. Deməli, yolun 7/3 hissəsi neçədir? 120. Deməli, biz 7/3 hissəsi 120 olan ədədi tapmalıyıq. Bunun üçün 120'ni bölməliyik 7/3'ə. 120'ni vururuq 3'də 7'yə. 3 3'ə 1 dəfə, 123'ə 40 dəfə. 40'ı 7'yə vuranda 280 kilometr edir. Bu bütün yoldur. Bütün yol. Bizə deyir ki, maşın ünvana çatmaq üçün daha neçə kilometr getməlidir? Bu 280 kilometrin 120'sini gedib. Deməli, 280'dən də 120'ni çıxmalıyıq. O da bizə verəcək 160 kilometr yol getməlidir. Bizim cavabımız olmalıdır 160 kilometr. Baxaq 7-ci tapşırığa. İşçinin aylıq gəliri 640 manatdır. Bu gəlirinin 8'də 1 hissəsi kommunal xərclərə, qalan pulun 7'də 4 hissəsi isə ərzağa xərcləndi. Bu xərclərdən sonra onun nə qədər pulu qaldı? İşçinin qalan pulu onun aylıq gəlirinin hansı hissəsini təşkil edir? Gəlin birinci kommunalı hesablayaq. Kommunal 640'ın 8'də 1 hissəsi. 640'ı vururuq 8'də 1'ə. 8 8'ə 1 dəfə, 640'ı böləndə 8'ə 80 edir. Deməli, bu kommunala verib 80 manat. Sonra deyir ki, qalan pulun 7'də 3 hissəsi ərzağa. Qalan pulu tapaq. 640'dan çıxaq 80'i. Bizə verəcək 560 manat qalan pul. Qalan pulunda 7'də 4 hissəsini ərzağa verib. Deməli, 560'ı vururam 7'də 4'ə. 7 7'yə 1 dəfə, 560'ı 7'yə böləndə 80 dəfə, 80'i də 4'ə vuranda 320 manat eləyir. Bu da eləyir ərzaq. Bu xərclərdən sonra onun nə qədər pulu qaldı? Deməli, bu 80 manat verib kommunala, 320 manat verib ərzağa. Gəlin toplayaq. 320 ilə 80'i toplayaq. 400 manat xərcləyib. Xərc. Nə qədər pulu tapmaq üçün ümumi yoldan, daha doğrusu gəlirdən, yəni 640'dan 400'ü çıxırıq.
Bu da eləyir 240 manat pulu qalıb. 240 manat pulu qalıb. İşçinin qalan pulu onun aylıq gəlirinin hansı hissəsidir? Qalan pulu, yəni 240 ümuminin 640-ın hansı hissəsidir? Gəlin bunları birinci 10-a ixtisar edək. 10-a ixtisar edəndə bura düşür 24, bura düşür 64. Sonra gəlin bunu 8-ə ixtisar edək. Bura düşür 3 dəfə, burada düşür 8 dəfə. Deməli, bunun 8-də 3 hissəsini təşkil edir. Bununla da bu mövzunun da izahına bir yerdə baxdıq. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanala abunə olmağı unutmayın. Hamınıza uğurlar.